insanları xeyirxahlıqla aldadaraq əldə etmək istəyən şəxslər var. Və belə olduğu təqdirdə bir hekayə yadıma düşür. Deməli, hekayələrin birində deyilir ki, bir gün biri səhrada atla səyahət edən zaman susuzluqdan yerə qıvrılmış bir şəxs görür. İnsanlıq halı olaraq düşür atdan, atın belində olan o su qabından ona su uzatmaq istəyir. Elə həmin anda həmin insan əlindən iti bir alətlə həmin şəxsi yerə yıxıb, onu hədələyərək atına minib qaçmağa çalışır. Arxasınca həmin şəxs qışqırır ki, atım da, atın üstündəki hər şey də sənin olsun, sənə verirəm. Lakin burada yaşadıqlarımızı heç kəsə demə. Atın üstündə olan o quldur olan o adam qəribə olur ki, yəni niyə deməyim ki? Və həmin o şəxs də deyir ki, əgər sən mənim səhrada bir adam mənə kömək elədi və mən də ona belə elədim deyib ətrafda deyərsənsə, insanlar artıq səhrada ehtiyacı olan insanlara kömək eləməz. Belə bir situasiya yaranar. Eynilə bu situasiya da belədir. Yəni insanlar bu formada davrananda bəzən küçələrdə gedəndə görürük ki, ehtiyac sahibi insanlar olur və bunlara köməklik edib etməmək arasında insan çaşbaş içində qalır ki, edim eləməyim. Bir digər məsələ də odur ki, əsasən də insanlar nə edirlər? Yəni bu kimi insanlara görə başqa insanlara da köməklik göstərməmək kimi özlərində bir şey formalaşır ki, artıq onlar nə edirlər? Başlarına gəlib yenə bilirlər ki, bu da ona da mən yaxınlaşsam, o nəticə etibarilə sonda yenə mənə belə bir hal, bir situasiya yansıtasıdır.